Basketbol tarixinin ən yaxşı üçlü yatan oyunçuları. Stephen Curry. Stephen Curry 2009-cu ildən Golden State Warriors komandasında çıxış edir. Onun üçün məsafədə heç bir limit yoxdur. 4 dəfə çempionluq, 2 dəfə MVP, 9 dəfə All-Star ilə o, uzaq məsafədən oyunun taleyini dəyişən ən böyük ulduzlardan biridir. Ray Allen. Ray Allen, 1996-cı ildən 2014-cü ilə qədər Milwaukee Bucks, Seattle Supersonics, Boston Celtics və Miami Heat komandalarında çıxış edib. 2 dəfə çempionluq, 10 dəfə All-Star seçimi onun dəqiqlik və clutch atış bacarığını göstərir. Final oyununda etdiyi tarixi üçlük basketbol tarixində unudulmazdı. Klay Thompson. Klay Thompson 2011-ci ildən Golden State Warriors komandasında çıxış edir. 3 dəfə çempionluq, 5 dəfə All-Star və bir oyunda 14 üçlük rekordu ilə Splash Brothers ikiliyinin ikinci ulduzudur. Reggie Miller. Reggie Miller 1987-ci ildən 2005-ci ilə qədər Indiana Pacers komandasında çıxış edib. 5 dəfə All-Star seçimi və clutch atış bacarığı ilə rəqiblərin ən böyük kabuslarından biri olub. Larry Bird. Larry Bird 1979-cu ildən 1992-ci ilə qədər Boston Celtics komandasında çıxış edib. 3 dəfə çempionluq, 3 dəfə MVP, 12 dəfə All-Star nailiyyətləri ilə o uzun məsafədən dəqiqlik və oyun intellekti ilə tanınırdı. Sizin top 5-inizdə kimlər olardı? Yeri gəlmişkən, videoları bəyənib paylaşsanız məmnun olaram.